1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin yaranması Azərbaycan xalqının həyatında tarixi hadisə olmuşdur və xalqımızın devlətçilik səlnaməsinin parlaq səhifələrindəndir. Biz azadıq, biz müstəqilik, biz sərbəstdik. Biz heç kəsdən asılı deyilik. Biz özümüz öz taleyimizin sahibiyik. Azərbaycan Xalq Cumhuriyyətinin yaradılması tarixi hadisədir. İlk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdır. Müstəqilliyin əhəmiyyəti bugün göz qabağındadır. Heç vaxt Azərbaycan indiki qədər güclü olmamış. Biz öz taleyimizin sahibiyik, biz müstəqil ölkəyik, biz azad xalqıq, biz dünya miqyasında öz yerimizi, layiqli yerimizi tutmuşuq və müstəqillik, inkişaf yolu ilə bundan sonra da gedəcək. Biz Azərbaycan Xalq Cumhuriyyətinin qurucularının arzularını reallığa çevirik.